Bu gün Azərbaycanın igid generallarından biri Fikrət Məmmədovun vəfat günüdür. Fikrət Məmmədov 1961-ci ildə Lənkəranda anadan olub. Gənc yaşlarından hərb yolunu seçən Məmmədov əvvəlcə SSR ordusunun tərkibində Əfqanistanda desant bölüyü komandiri kimi xidmət edib. Daha sonra təhsilini Moskvadakı Frunze adına hərbi akademiyada davam etdirib. 1993-cü ildən etibarən müstəqil Azərbaycan ordusunun sıralarında Qarabağ cəbhəsinə yollanıb. Qısa müddətdə briqada komandirliyinə, daha sonra isə ordu korpusunun qərargah rəisi və korpus komandiri vəzifəsinə qədər yüksəlib. 1998-ci ildə ona general-mayor rütbəsi verilib. 2002-ci ilin 15 may tarixində xidməti vəzifəsini yerinə yetirərkən Gədəbəydə avtomobil qəzasında faciəvi şəkildə həyatını itirib. General Fikrət Məmmədov Qırmızı Ulduz, Azərbaycan bayrağı ordenləri və bir çox medallarla təltif olunub. Bu gün də Lənkəranda onun adı küçələrdə, məktəblərdə və insanların yaddaşında yaşayır.